Belə görünür. Çələkli desert hazırlayırıq. Başlayaq. 2 qaşıq şəkər tozu. Krem pendir. Yarım paket qaymaq. Yarım paketdə vanil əlavə edirəm. Krem halına gələnə qədər mikserləyək. Cici bəbəni bir neçə hissəyə ayırıb tökürük içinə. Və doğranmış çiyələk. Qarışdıraq. Belə bir qabın içinə yayacağım. Desertin üstü üçün 2 qaşıq kərə yağını və tünd şokolatı əridirik. Üzərinə biraz qaymaq da əlavə elədim və qarışdırdım. Əlavə edirəm desertin üzərinə. 1 saat soyuducuya. Dadına baxırıq. Üzərinə kokos parçacıqları səpmişəm. Belə görünür. Bir dənə də. Belə görünür. Həm çox asan hazırlanır, həm də çox yüngüldür. Dadı çox mükəmməldir. Mütləq hazırlayın.